Hamiya salam. Bilirəm, müasir yemli balıq ovu, yəni bu qədər ləvazimat, qamışlar, yemlər ilk baxışdan adamı biraz çaşdıra bilər. Amma inanın ki, heç də elə deyil. Bugün biz bu işin bütün incəliklərini, bütün sirlərini bir-bir açacağıq ki, siz də artıq tam inamla balığa gedə biləsiniz. Elə isə gəlin başlayaq. Gəlin bir səhnəni gözümüzün qabağına gətirək. Yəqin ki, çoxumuza tanış bir mənzərədir. Bir balıqçı klassik üsullarla, deyək ki, adi bir tülovla suyun kənarında saatlarla oturub. 3 saat da oradadır, amma bircə dənə də olsun balıq vura bilməyib. Hər birimiz yəqin ki, ya özümüz bu vəziyyətdə olmuşuq, ya da belə bir səhnəni görmüşük. Və birdən, bax elə həmin yerdə başqa bir balıqçı müasir yemlə bir neçə dəfə atış edir və vəssalam, 800 qramlıq bir durna balığı artıq qarmaqdadır. Baxın, saatlarla gözləmək bir yanda, cəmi bir neçə dəqiqəyə nəticə əldə etmək bir yanda. Bu sadəcə fərqli avadanlıq məsələsi deyil. Yox, bu tamamilə fərqli bir yanaşmadır. Bəs necə oldu bu? İndi sual yaranır. Bu sadəcə təsadüf idi, bəxti gətirdi, yoxsa doğrudan da balıq tutmağın daha effektiv, daha yaxşı bir yolu var? Bax, bugün biz məhz bu sualın cavabını tapacağıq. Gəlin problemdən birbaşa həll yoluna keçid alaq. Yaxşı, gəlin bu məsələnin dərinliyinə gedək. Müasir balıq ovunda hər şey, baxın hər şey, bircə dənə fundamental seçimdən başlayır. Deməli, yırtıcı balıq ovunda qarşınıza çıxacaq iki əsas sistem var: spinning və casting. Gəlin fərqlərinə baxaq. Solda gördüyünüz spinning sistemində makara qamışın altındadır. Bu, daha çoxumuza tanış olan ənənəvi sistemdir. Yüngül yemlərlə işləmək üçün idealdır və yeni başlayanlar üçün açığı ən yaxşı seçimdir. Sağdakı isə casting sistemidir. Buna bait caster da deyirlər. Fikir verin, makara qamışın üstündədir və xüsusi tətikli tutacağı var. Bu artıq daha peşəkar səviyyədir. Yemə inanılmaz dərəcədə dəqiq nəzarət etməyə imkan verir, amma öyrənmək biraz vaxt aparır. Biz bugün məhz yeni başlayanlar üçün ideal olan spinning sistemi üzərində fokuslanacağıq. Yaxşı, sistemi seçdik. Spinning. İndi isə gəlin görək bu sistemi necə düzgün qurmaq olar. Çünki əla bir dəstin sirri unutmayın. Hər zaman qamış və makara arasındakı o mükəmməl tarazlıqdadır, yəni balansdadır. Qarşımıza çıxan ilk termin, qamış gücü. Bu nə deməkdir? Gəlin sadələşdirək. Qamışın gücü onun sanki onurğa sütunudur. Yəni nə qədər yükə dözə biləcəyini göstərir. Ultra yüngül qamışlar, məsələn xırda balıqları tutanda ən kiçik təması belə hiss etmək üçündür. Ultra sərt qamışlar isə artıq böyük, güclü balıqları sudan güclə çıxarmaq üçün lazımdır. Yəni balığın ölçüsünə görə güc seçilir. Və gəldik ən vacib məqamlardan birinə: yem ağırlığı və ya başqa adıyla test. Hər bir qamışın üzərində rəqəmlər görəcəksiniz. Məsələn, 5-15 qram, 10-40 qram. Bu nə deməkdir? Bu, o deməkdir ki, bu qamış məhz bu çəki aralığındakı yemləri atmaq üçün hazırlanıb. Niyə bu vacibdir? Əgər siz 5-15 qramlıq qamışla 30 qramlıq yemi atmağa cəhd etsəniz, çox güman ki, qamışınız qırılacaq. Düzgün çəki seçimi isə həm atış məsafənizi maksimuma çıxarır, həm də ləvazimatınızı qoruyur. Mütləq buna diqqət edin. İndi isə uzunluq məsələsi. Qamışın uzunluğu birbaşa harada balıq tutmağınızdan asılıdır. Təsəvvür edin, qayıqdasınız və ya ətrafınızda sıx ağaclar, qamışlar var. Orada uzun bir qamışla hərəkət etmək əsl əziyyətdir, düzdürmü? Ona görə də belə yerlər üçün qısa, təxminən 1,8 metrlik qamışlar idealdır. Yox, əgər Kür çayı kimi geniş bir sahildəsinizsə və yemi mümkün qədər uzağa atmaq istəyirsinizsə, o zaman sizə mütləq 2,4 metrdən daha uzun bir qamış lazım olacaq. Qamışı həll etdik, indi keçək makaraya. Durna balığı ovunda makaranın ölçüsü həqiqətən də çox böyük rol oynayır. Bu qrafikə diqqətlə baxın. Optimal seçim kimi 1000-2000 arası ölçülü makaralar göstərilib. Amma niyə? 4000'lik daha böyük makara daha güclü deyilmi? Bəli, güclüdür, amma həm də misinanı daha sürətlə yığır. Durna balığının isə ağzı çox həssasdır, cırılmağa meyillidir. Yavaş yığım təmin edən kiçik ölçülü makaralar isə qarmağın balığın ağzından çıxma riskini minimuma endirir. Məsələ bundadır. Yaxşı, deməli, sistemin əsasını qurduq, qamış və makaramız artıq hazırdır. Amma bu sistemi balıqla necə birləşdirəcəyik? İndi gəlin birbaşa balıqla təmasda olan hissələrə, yəni misina və yemə keçək. Və budur, sizinlə balıq arasındakı yeganə əlaqə, misina. Yemli balıq ovunda, xüsusilə də durna kimi yırtıcıları ovlayanda adi misina keçərli deyil. Niyə? Çünki sizə həssaslıq lazımdır. Yemin sudakı hər hərəkətini, balığın ən kiçik toxunuşunu belə hiss etməlisiniz. Bunu da yalnız hörülmüş misina, yəni ip misina təmin edir. Xüsusilə də 8 qatlı olanı daha hamar olduğu üçün daha uzaq və səssiz atışlar etməyə imkan verir.
Və ən vacibi, polad lider, yəni polad məftil. Durnanın düşləri ülgüc kimidir və o, hər hansı bir misinanı saniyələr içində kəsə bilər. Ona görə də bu üç element, hörülmüş misina, 8 qatlı olması və polad lider, seçim deyil, bunlar mütləqdir. Gəldik milyonluq suala, hansı yemi istifadə edim? Mağazalarda yüzlərlə fərqli rəngdə, formada yem var, insan çaşıb qalır. Amma əslində məntiq çox sadədir. Baxın, bu cədvəli işimizi necə asanlaşdırır. Gəlin bir situasiyaya baxaq. Deyək ki, su bulanıqdır və hava da tutqun, yəni buludludur. Balığın sizi görməsi üçün nə lazımdır? Əlbəttə ki, diqqət çəkən bir şey. Ona görə də parlaq canlı rəngli bir yem seçirik. İndi tərsinə düşünək. Su şəffafdır, hamada günəşli. Belə havada balıqlar çox ehtiyatlı olur. Parlaq bir yem onları ancaq hürkütəcək. Deməli bizə daha təbii, mat rəngli, balığın gündəlik qidasına bənzəyən bir yem lazımdır. Gördünüz, məntiq bu qədər sadədir. Bu cədvəli anlasanız, yem seçimində heç vaxt səhv etməzsiniz. Demək olar ki, hər şeyimiz hazırdır. Amma sistemi tamamlamaq üçün bir neçə kiçik, lakin çox vacib aksesuar da var. Gəlin indi də balıq ovunuzu həm daha təhlükəsiz, həm də daha səmərəli edəcək bu alətlərdən danışaq. Bax, bu gördükləriniz dostlar, sadəcə əlavə ləvazimat deyil. Bunlar sizin təhlükəsizliyiniz və məsuliyyətiniz üçün şərtdir. Uzunburun kəlbətin qarmaq dərində olanda əlinizi durnanın iti dişlərinə salmamaq üçündür. Ağız açan, qarmağı rahat və balığa zərər vermədən çıxarmaq üçün ağzını təhlükəsiz şəkildə açıq saxlayır. Balıq tutucu, yəni lip grip, balığı möhkəm tutmağa və əlinizin zədələnməsinin qarşısını almağa kömək edir. Və əlbəttə ki, örülmüş misinanı ancaq xüsusi qayçı kəsə bilər. Bütün bunlarda səliqəli bir şəkildə saxlamaq üçün yaxşı bir çanta mütləqdir. Unutmayın, hazırlıqlı balıqçı həm uğurlu, həm də məsuliyyətli balıqçıdır. Beləliklə biz başlanğıcdakı o çaşqınlıqdan çıxıb artıq məlumatlı bir balıqçı olma yoluna qədəm qoyduq. İndi gəlin bütün bu öyrəndiklərimizi konkret addım-addım bir plana çevirək. Və budur sizin balıq ovu ləvazimatları mağazasına inamla daxil olmaq üçün 5 addımlıq yol xəritəniz. 1. Tərzinizi seçin. Yeni başlayırsınızsa heç düşünmədən çox cəhətli bir spinning sistemi ilə başlayın. 2. Qamışı uyğunlaşdırın. Əksər şəraitlər üçün ideal olan orta gücə malik və 7-28 qram test aralığında bir qamış seçin. 3. Makaranı tarazlayın. Bu qamış üçün 2000 və ya 3000 ölçülü bir makara mükəmməl balans yaradacaq. 4. Misinanızı hazırlayın. 8 qatlı hörülmüş misinanı makaraya sarıyın və ucuna mütləq polad vider bağlayın. Və nəhayət 5. Yemlərinizi seçin. Hər şəraitə hazır olmaq üçün cəmi 3 yemə ehtiyacınız var. Biri parlaq rəngdə, biri təbii rəngdə qaşıq və bir dənə də sət yemi. Vəssalam, bu siyahı ilə siz artıq döyüşə tam hazırsınız. Və sonda ən əsas məsələni heç vaxt unutmayın. Məqsəd gedib ən bahalı, ən son model ləvazimatları almaq deyil, yox. Məqsəd sizin başa düşdüyünüz, güvəndiyiniz və hissələri bir-biri ilə düzgün işləyən, tarazlaşdırılmış bir sistem qurmaqdır. İnanın ki, balığı tutan bahalı avadanlıq deyil, balığı tutan, öz sistemini tanıyan və onu necə istifadə edəcəyini bilən balıqçının biliyidir. Artıq sistemin nəzəriyyəsini, əsaslarını bilirsiniz. İndi isə ən maraqlı hissə başlayır, təcrübə. Bəs siz bu biliklərlə ilk olaraq nə tutmağı düşünürsünüz? Əsl macəra indi başlayır. Bu məlumatları götürün, təbiətə çıxın və öz hekayənizi yazın. Hər birinizə uğurlar və qarmağınız həmişə dolu olsun.